Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə yeksan edib, dağıdıb, Azərbaycanlıların tarixi irsini silmək istəyib, ancaq buna nail ola bilməyib. Çünki tarix var, sənədlər var, xəritələr var və bu binada nümayiş etdirilən 20-ci əsrin əvvəllərinə təsadüf edən xəritə bir də onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır. Şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, icma bu işləri daha məqsəd yönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaq. Əlbəttə, Qərbi Azərbaycan hər bir Azərbaycanlı üçün, hər bir Qərbi Azərbaycanlı üçün ilk növbədə vətən deməkdir. Amma həm də bu bir coğrafi cəhət olaraq Azərbaycanın etnomədəni və tarixi coğrafiyasının nə qədər geniş olduğunu göstərir. Yəni, tarixən bizə aid olan torpaqların coğrafi miqyasını göstərən bir ifadədir. Hazırki mərhələdə isə Qərbi Azərbaycana qayıdış kontekstində Azərbaycan Prezidentinin 2022-ci il 24 dekabr tarixindəki çıxışından sonra həm də bir qədər siyasi məzmun kəsb edibdir Qərbi Azərbaycana qayıdış. Nəticə itibarilə bugün Qərbi Azərbaycan Ermənistanda qalmış Azərbaycan mədəniyyətinin, Azərbaycan tarixinin, Azərbaycan milli etnik kimliyinin ifadəsinə çevrilibdir. Ona görə də mən düşünürəm ki, Qərbi Azərbaycana qayıdış bu mənada həm də hər bir Qərbi Azərbaycanlı üçün vətənə qayıtmaq üçün bir çağırışdır. Eyni zamanda bütöv Azərbaycan xalqı üçün tarixi bir çağırışdır. Nəticə itibarilə bu mübarizə sadəcə Qərbi Azərbaycanlıların mübarizəsi deyil. Qərbi Azərbaycana qayıdış bütövlükdə Azərbaycan xalqının milli mübarizə tarixinin bir mərhələsidir və tarixi ədalətin, beynəlxalq hüququn bərpa olunmasına yönəlmiş bir hadisədir. Ona görə də əlbəttə ki, Qərbi Azərbaycan mənim gəncliyim deməkdir, uşaqlığım deməkdir, təhsil aldığım mühit deməkdir, doğulub dünyaya gəldiyim torpaq olmaqla bərabər böyüdüyüm, başa çatdığım ilkin sosial mühit deməkdir, mənəvi zövqümün, milli kimliyimin, estetik zövqümün formalaşdığı bir coğrafiyadır. Yəni, bir sözlə biz buna vətən deyirik. Qərbi Azərbaycan mənim üçün doğma, əziz vətəndir. Bəhs etdiyiniz görüş, yəni 2022-ci il 24 dekabrda Qərbi Azərbaycan ziyalılarının Azərbaycan Prezidentinin keçirdiyi görüş Qərbi Azərbaycanlıların siyasi taleyində bir dönüş nöqtəsi yaratdı. Həm də bütövlükdə Azərbaycan xalqının milli təfəkküründə vətən coğrafiyasını genişləndirmiş oldu. Azərbaycan Prezidenti əslində 100 ildən çox, bir əsrdən daha çox müddətdə ermənilərin dövlət qurmalarına qədərki mərhələdə Qərbi Azərbaycanda yaşayan Azərbaycanlıların hüquqlarını tapdalanması, onlara qarşı cinayətlərin törədilməsi, ədalətin pozulması məsələsini dilə gətirdi. Eyni zamanda 1918-20-ci illərdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin verdiyi 9000 kvadrat kilometr ərazidə ermənilərin dövlət yaratmasından sonra yenə Qərbi Azərbaycanlılara qarşı müxtəlif dövrdə repressiyalar, soyqırımı törətmələri, məcburi deportasiyalar 1948-53-cü ildə və nəhayət 1987-91-ci illərdə bir dəfəlik Qərbi Azərbaycanlıların öz tarixi torpaqlarından etnik təmizləmə siyasətinə məruz qalması məsələlərini dilə gətirdi. Amma məsələyə konseptual yanaşan Azərbaycan Prezidenti bütün bunların ədalətli şəkildə həll olunması üçün bir də Qərbi Azərbaycana qayıdışdan danışdı və burada qayıdışın mühüm prinsiplərini də çəkdi. Bunlardan birincisi sülh yolundan qayıtmaq, ikincisi ləyaqətlə qayıtmaq, beynəlxalq hüquqa uyğun olaraq qayıtmaq və nəhayət Ermənistanın bərabər hüquqlu vətəndaşı olmaq statusunu əldə etmək. Yəni bunlar
bugün beynəlxalq hüquqa zidd olmayan, ədalətə zidd olmayan və Ermənistan Azərbaycan arasındakı münasibətlərin həm də gələcəyini təyin edən tezislərdir. Mən düşünürəm ki, bu əlbəttə ki, bir qayıdış konsepsiyası formasına çevrildi sonra və hazırki mərhələdə Qərbi Azərbaycanlıların ümidlərinin real olması üçün mühüm hüquqi, ictimai və siyasi baza yaratmış oldu. Erməni xalqı nə vaxt bizim torpaqlarımıza köçürülüb? Hamımız yaxşı bilirik. Qarabağa nə vaxt köçürülüb? Zəngəzura nə vaxt köçürülüb? Kim tərəfindən köçürülüb? Necə köçürülüb və hansı məqsədlə köçürülüb? Hamısını yaxşı bilirik. Ona görə onların bizim ərazimizdə, Cənubi Qafqazda dövləti heç vaxt olmayıb. Əgər nə vaxtsa olubsa, hələ bəlli deyil kimin dövlətini onlar öz adlarına çıxmaq istəyirlər. Başqa yerdə olub. Ona görə bax, bunları biz mütləq məqsəd yönlü şəkildə, təşkilatlanmış qaydada, düzgün formada təqdim etməliyik və əminəm ki, buna nail olacağıq. Və bununla paralel olaraq mən hesab edirəm ki, birgə səylərlə biz Qərbi Azərbaycana qayıdış konsepsiyasında işləməliyik. İndi Qarabağ münaqişəsi həll olunandan sonra bizim gündəlimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq bugün məncə biz vaxt itirməməliyik. Qayıdış konsepsiyası hazırlanmalıdır. Yenə də bu necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Qərbi Azərbaycan icması da Azərbaycan prezidentinin müəyyənləşdirdiyi bu konsepsiyanın, konseptual düşüncələrin konsepsiya şəklinə çevrilərək icra edilməsi üçün yaradıldı Qərbi Azərbaycan icması. Yəni bu istiqamətdə mübarizə aparmaq, beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə Qərbi Azərbaycanlıların səsini çatdırmaq və müxtəlif hüquqi, diplomatik, siyasi mübarizə vasitələrindən qayıtmaq üçün bir arayış imkanlarını həyata keçirmək, bir araşdırma aparmaq, necə qayıda bilərik, hansı halda mümkündür. Amma bu da məsələnin hamısı deyil. Qərbi Azərbaycan icması ermənilərin etnik təmizləmə siyasətində məcburi deportasiyasına məruz qalmış Azərbaycanlıların sayının dəqiqləşdirilməsi, ondan sonra BMT-nin müəyyənləşdirdiyi xüsusi kriteriya əsasında ata nəsil xətti ilə gələn Azərbaycanlıların hazırda sayı nə qədərdir və onların geri dönüş imkanları və yaxud geri dönmək istəkləri nə dərəcədədir, bunun öyrənilməsi və nəhayət torpaqlarımız işğaldan azad edildikdən sonra, Qarabağdan sonra Azərbaycan xalqının ictimai şuurunda və düşüncəsində mübarizəmizin istiqamətlərini təyin etmək, tarixi ədalət üçün milli gücümüzü səfərbər etmək məqsədi daşıyır ki, bu da əlbəttə ki, müxtəlif tədbirlər vasitəsilə Azərbaycan xalqının tarixi yaddaşında, müasir siyasi şuurunda Qərbi Azərbaycana qayıdışın zəruri bir məqsəd olduğunu keçirilən tədbirlərlə canlı saxlamaqdan ibarətdir və həm də xalqımıza aid maddi, mədəni irsin öyrənilməsi, təbliğ olunması, onların necə barbarlığa məruz qalması ermənilər tərəfindən dünya ictimaiyyətinə çatdırılması və həm də bu prosesdə özümüzə, yeni nəslə tanıdılması. Yəni, burada həm də bir varislik məsələsi var. Azərbaycan gəncliyinin çox gözəl bir təcrübəsi var. Çünki işğal altında 30 ildən çox qalan torpaqlarımızı orada doğulmayan, oranı görməyən gənclərimiz azad etdilər. Yəni, bu təcrübə əlbəttə ki, Qərbi Azərbaycan üçün də keçərlidir. Mən düşünürəm ki, bu siyasi yaddaşın, tarixi yaddaşın ötürülməsi və vərəsəliyin təmin olunmasında mühüm əhəmiyyətli rolu oynayır Azərbaycanın ailə modeli. Hər bir Qərbi Azərbaycanlı ailənin böyüklərinin danışdığı xatirələri, orada yaşananlar, gənc nəslə məhz ailə institutu vasitəsindən ötürülür və Azərbaycan gəncliyi buna hazırdır. Vətən hər bir bioloji fərdin elə özü deməkdir. Yəni, insan sosial varlıqdır. Bioloji fərd kimi dünyaya gəlir, ancaq onun davranışlarını, onun ətraf mühiti dərk etməsini,
onun milli kimliyini dərk etməsini doğulduğu mühit təyin edir. Yəni dolayısıyla biz bəlkə bioloji varlıq olaraq milli etnik kökdən, eyni kökdən gəlirik, amma bizim sosial kimlik tərəfimiz elə o vətəndə formalaşır. Ona görə də vətən demək elə insanın özü deməkdir. Vətən sevgisi görünməzdir, bütövdür, birdir. Əlbəttə ki, o baxır insanın hansı vətənpərvərlik keyfiyyətlərinin daşıyıcısı olmasına. İnsan vətəndə olanda da vətəni sevir, vətəndən qıraqda olanda da vətəni sevir, amma vətən həsrəti o qədər şiddətli, o qədər dözülməz bir ağrıdır ki, əlbəttə ki, vətəndən uzaq düşəndə onu daha çox sevirsən, itirilmiş bir əzizin kimi sevirsən, əlin çatmayan bir müqəddəs varlıq kimi sevirsən. Bu məhdudiyyətlər əlbəttə ki, insanı vətənə daha çox cəlb edir. Ona görə də şübhəsiz ki, vətən sevgisi onda daha da şiddətli olur, daha da güclü olur. Bizim doğma torpağımız Zəngəzurdur. Bizim doğma torpağımız Göyçə Maxalıdır, İrəvandır. Biz tarixi unuda bilmərik və kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Bizim dədə-baba torpağımızdır, biz ora qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq və heç kim bizi dayandıra bilməz. Zəngəzur dəhlizini biz icra edəcəyik. Ermənistan bunu istəsə də, istəməsə. İstəsə daha asan həll edəcəyik. İstəməsə də zorla həll edəcəyik. Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik.